Salam əziz Şeyx Əmlak izləyicilərim. Bu günlər sizə Savalanda gözəl bir dənə evin təqdimatına gəlmişik dostlar. Həqiqətən də o türkülərin bir sözü var, canlılar yakar evimiz. Deməli əzizlərim, pultla idarə olunan darvaza. Gördüyünüz kimi iki maşın rahat dayana biləcəyi bir garaj. Garaj da demək olar olmaz buna. Elə buna qonaq otağı da deyə bilərik də, yəni ki. Birinci mərtəbədə təmirlidir, əziz dostlar, ikinci mərtəbədə. Birinci mərtəbədən başlayıram. Yer istipoldur. Yer istipoldur, deməli, daxil olduq evimizin birinci mərtəbəsinə. Belə bir mətbəx. Yəni də görsən, yaşlı analarımız, atalarımız olur da, yuxarı qalxa bilmirlər, yeyəmirlər. Məsəl üçün, onlar üçün ən əlverişli, uyğun bir ev. Burada belə bir sanuzel. Belə bir dənə də yataq otağı, zal deyə bilərsiniz, yəni ki. Amma elə yataq otağı da, yəni mətbəx geniş olduğu üçün elə zal kimi buranı da istifadə edə bilərlər. İndi isə keçid alaq, mən sizə evimizin ikinci mərtəbəsini təqdim edim əziz dostlar. Siz də bu çəkilişdən zövq alın. Deməli, evimizin sonunda gördüyünüz kimi bulağı var. Burada belə bir kombi otağıdır əzizlərim. Baxın, kollektor sistemlə yığılıb. Əlavə su çanı da var evimizin pilləkəninin altında. İndi isə qalxaq evimizin ikinci mərtəbəsinə. Güllərimizə baxın bir. Ev həqiqətən də adama gəl deyir əziz dostlar. Deməli, daxil olduq evimizin ikinci mərtəbəsinə. Necə Dayxan bəy? Çox qəşəng evdir. Allah alana xeyir versin. Sahibinə də təşəkkür edirəm ki, bu cür möhtəşəm bir dənə ev yaradıbdır. Yəni mən burada bir-iki dənə təqdimat eləyəcəm. Buna bax hələ. Heç bir makler evi deyim, nə deyim, bax şəxsi evdir gözəl. Buna bax. Bu bizim mətbəxin qapısıdır və mətbəximizə daxil oluram. Bir dənə mətbəximizdə gör necə möhtəşəm bir dənə dizayn yığıblar. Bir dənə belə bax. Keç bu tərəfdən gözəl olmuş, bir dənə bu tərəfdən. Qapımızın bir dənə buradan görünüşünə baxın, zəhmət olmasa bax. Görsən nə qəşəngdir. Və burada o qədər gözəl şeylər gördüm ki, bax bitmir. Bax bura zaldır, bax möhtəşəm bir dənə bax belə dekorla işləyiblər. Bax, sistem görsən nə qəşəng yığıblar. Bax bir dənə divarın dekorla aboyuna bax. O qədər ləzzət eləyir mənə, çox xoşum gəlirlər. Dəhşət dərəcədə xoşum gəlir. Aboy üstdədir. Buna bax bir dənə. Asma tavan. Asma tavan. Gəl bir dənə sanitar qovşağının gözəlliyinə bax. Allah'a and olsun. Hər biri zövq ilə işlənib. Buna bax. Bax, hər bir şey bax. Bax. Görsən. Bir dənə bura bax hələ. Gör necə güzgü ilə gör necə qəşəng işləyir. Fərqi gözəldir. Bax, buna bax hələ. Bax. Görsən. Gəl bura. Bax. Çox qəşəng. Aksesuarlarına kimi. Buna bax. Qonşunu fikirləşib buzlu şeyə kimi, şüşəyə kimi qoyubdur ki, qonşudan bura görünməsin. Radiatorlar özünüz bilirsiniz də, çox adam panel qoyur, məsləhət deyil. Amma görürsən dəndə. Seksiyalı. Seksiyalı. Buna bax, hamısı bahalı, ucuz deyil. Hamısında dekorla işləyiblər. Qapının ruçqası ilə polçapellərə kimi, hamısı dekorla. Bir dənə buna bax, hər bir şey zövqlə, dekorla. Hələ buranın gözəlliyinə bax bir dənə. Divarda olan işıqlara bax, gör nə qəşəngdir. Bax, bu evdə hər bir şey, hamısı radiatorlar, pəncərələr, hamısı zövqlə işlənibdir. İnan ki, söz tapmıram bu ev haqqında danışmağa. Çox gözəldir. Bunu da, bax, qəşəng, bütün otaqları şirindir, gözəldir. Qiyməti barədə Rəşid qardaş özü sizə məlumat versin. Yerdə qalan məlumat nə varsa çatışan, çatışmayan, ola bilər mən unudaram. Rəşid qardaş özü məlumat. Deməli dostlar, sənədimiz paket kupça. Qiymətə gəldikdə isə ev sahibinə həqiqətən də bugünkü gündə pul lazım olduğu üçün qiymətdə gözəl bir endirim elədi. 168.000 manatla biz bu evi işləmişdik. İndi sahibi deyir ki, qardaş, mənə pul lazımdır, qiyməti sal aşağı. Nə qədər sallaq qiyməti? 159.000 manat dostlar. 159.000 manata bu evimizin qiyməti düşdü. Paket kupça. Al birbaşa düş propiskiya. Əlaqə nömrəmiz 070 680 40 40 zəng edin və gəlin həqiqətən də bu gözəl evə sahib olun. Sağ olun.